Aprelin 5-də Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı rəsmi proqnoz açıqlanıb və bugün ölkə üzrə dəyişkən yerli olaraq yağıntılı hava şəraiti müşahidə olunacaq. Bu məlumat xüsusilə gündəlik planlarını qurmaq istəyənlər üçün vacibdir. Çünki hava şəraiti bəzi bölgələrdə kəskin dəyişə bilər. Paytaxt Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək. Bəzi ərazilərdə arabir yağış yağacağı gözlənilir və bu yağışın bəzi yerlərdə daha intensiv olma ehtimalı var. Xüsusilə gecə və səhər saatlarında duman müşahidə oluna bilər ki, bu da sürücülər üçün diqqətli olmağı tələb edir. Külək əsasən şimal-qərb istiqamətindən əsəcək və arabir güclənəcək. Temperatur göstəricilərinə gəldikdə isə gecə saatlarında hava 9 dərəcə ilə 12 dərəcə isti arasında dəyişəcək. Gün ərzində isə temperatur 12 dərəcə ilə 15 dərəcə isti arasında olacaq. Atmosfer təzyiqi tədricən yüksələrək 754 mm civə sütunundan 758 mm civə sütununa çatacaq. Nisbi rütubət isə 75%-dən 85%-ədək dəyişəcək ki, bu da havanın bir qədər rütubətli hiss olunmasına səbəb olacaq. Regionlara nəzər saldıqda isə Azərbaycanın müxtəlif rayonlarında da hava sabit olmayacaq. Bəzi ərazilərdə arabir yağıntı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı bölgələrdə yağıntı daha intensiv ola bilər. Xüsusilə şərq rayonlarında güclü yağış, şimşək və hətta dolu düşməsi mümkündür. Bu səbəbdən həmin ərazilərdə yaşayan insanların ehtiyatlı olması tövsiyə olunur. Eyni zamanda bəzi bölgələrdə duman müşahidə olunacaq ki, bu da görünüş məsafəsini azalda bilər. Qərb küləyi isə müəyyən ərazilərdə arabir güclənəcək və bu da havanın daha sərin hiss olunmasına səbəb olacaq. Temperatur rayonlarda gecə saatlarında 7 dərəcə ilə 11 dərəcə isti arasında dəyişəcək. Gün ərzində isə hava 15 dərəcə ilə 20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə temperatur daha aşağı olacaq. Deyək ki, gecə saatlarında 3 dərəcə ilə 7 dərəcə isti, gündüz isə 8 dərəcə ilə 13 dərəcə isti müşahidə ediləcək. Ümumilikdə aprelin 5-i ölkə üzrə dəyişkən və bəzi yerlərdə qeyri-sabit hava şəraiti ilə yadda qalacaq. Yağıntılı hava, güclənən külək və bəzi bölgələrdə gözlənilən təbiət hadisələri gündəlik həyatınıza təsir edə bilər. Buna görə də gün ərzində çölə çıxarkən hava şəraitinə uyğun geyinmək, mümkün qədər ehtiyatlı olmaq və xüsusilə sürücülərin diqqətli davranması tövsiyə olunur. Əgər bu cür gündəlik hava proqnozlarının davamlı olaraq sizə təqdim olunmasını istəyirsinizsə, kanala abunə olub videonu bəyənməyi unutmayın.